Lezbiyan pornosu deyəndə elə başa düşmək olar ki, o, lezbiyanlar üçün yaradılıb və onların seksual arzularını əks etdirir. Amma bir çox feminist araşdırmaçılar hesab edir ki, lezbiyan pornosu adlandırılan kontentin əksər hissəsi əslində heteroseksual kişilər üçün nəzərdə tutulub. Feministlər deyir ki, mediada qadınlar bir çox hallarda öz arzuları olan subyektlər kimi yox, kişilərin həzz obyektləri kimi təqdim olunur, kişi baxışına xidmət edirlər. Belə pornolarda iştirak edən qızlar da çox vaxt kişilərin gözəllik standartlarına uyğun olur. Gənc, arıq, feminin və ağdərili. Kameranın əsas diqqəti isə kişilər üçün cazibədar hesab olunan bədən hissələrinə yönəldilir. Bəzən isə elə pozalar seçilir ki, real həyatda onları canlandırmaq çox narahat edicidir və lezbiyanlar bu pozaları nadir hallarda tətbiq edirlər. Kütləvi lezbiyan pornosunda qadınlar heç də gerçək lezbiyanların təsvir etdiyi kimi davranmırlar. Kamera elə baxış bucaqlarına üstünlük verir ki, görüntü məhz kişilər üçün ehtiraslandırıcı gəlsin. Partnyorların emosional yaxınlığı, ünsiyyəti və real seks təcrübələrinin müxtəlifliyi isə çox vaxt ikinci plana keçir. Başqa bir problem isə fetişləşdirmədir. Lezbiyan münasibətlər bəzi hallarda kişilər üçün egzotik fantaziya kimi təqdim olunur. Porno ssenarilərində tez-tez görə bilərik ki, iki qadının münasibətinə az sonra kişi daxil olur və o, hekayənin mərkəzi personajına çevrilir. İzləyiciyə belə bir mesaj ötürülür ki, doğru kişi lezbiyan qadının orientasiyasını dəyişə bilər, ona düzgün seksi öyrədə bilər. Yaxud lezbiyan seks kişi ilə yaşanacaq əsl seksdən əvvəl sadəcə ön sevişmə xarakteri daşıyır. Belə süjetlər reallığı yox, kişi fantaziyalarını əks etdirir. Elə təəssürat yaranır ki, qadının seksuallığı ancaq kişilər üçün mövcuddur və kişilər tərəfindən nəzarət edilə biləndir. Əsas sual budur ki, lezbiyan pornonu kim göstərir, kimin üçün və necə göstərir? Feministlərin bir hissəsi ümumilikdə pornoqrafiyanın varlığına etiraz etsə də, digər hissəsi pornonun kişi gözü ilə istehsalına qarşıdır. Buna görə də son illərdə feminist və queer porno alternativləri çoxalır. Burada razılıq, qarşılıqlı həzz, bədənlərin müxtəlifliyi və seksuallığın daha realistik təsvirinə yer ayrılır.